Son başladım da böyle ikinci versiyası. Ben de Muharebe Abbas iştirakçısı. Həkimliyin Sədəl Əskər Ədəbiyyatından tanıyıram. Bunda düşmüştüm onu izləyirəm. Burada gördüm kitabda onun şeir yazdığını bilmiyorum. Abbas Həkimin dini biliklərindən bəhrələnmişəm. Sizlər hamınız bilirsiniz ki, mənim könlümdə bir Ələsgər doğru hətta iki dəfə mən Ələsgərin şeirlərini səsləndirirəm və bundan zövq alıram. Mən əslində qalanda qəzəlxanam, amma Ələsgərin şeirlərini səsləndirəndə elə bir mənə ilham gəlir. Mən yeni qəzəllər yazıram. Və qrupdakı dostlar hamısı mənə əzizdir. Abbas Həkim də əziz olduğuna görə mən xəttini istədiyim dostlara həmişə qəzəl həsr edirəm. Bir neçə nəfər həsr eləmişəm, onlardan biri də Abbas Həkimdir. Burada olan dostlar hamısı ətraflı danışır. Mən həm vaxt azlığından istifadə edirəm, yəni istəmirəm də vaxt çox geçsin. Abbas Həkimin qəzəlini oxuyurum, sonra da burada bir şeiri var, onu da oxuyaram. Yağlar eləyib yurdunu məskən, Hacı Abbas. Yağlar eləyib yurdunu məskən, Hacı Abbas. Ölmüş vətənin üstə dumançən, Hacı Abbas. Doğman yaxının ayrı düşüb göyçə elindən, illərdir o xırmanda qalıb dən, Hacı Abbas. Ömrün boyu bir nalə çəkən bülbülə döndün, solmuş o çəmənzaridə gülşən, Hacı Abbas. Nur verdi Xuda gözlərinə, ay vətən oğlu. Nur verdi Xuda gözlərinə, ay vətən oğlu. Dən düşdü siyah tellərə elkən, Hacı Abbas. Elmin oxuyub dərsini, doktorluq alıbsan, qiymətli sən alim girişənsən, Hacı Abbas. Getdin, nə gözəl Kərbəla qismətin oldu. Getdin, nə gözəl Kərbəla qismətin oldu. Son boylu kömür həsrətə qismən, Hacı Abbas. Məkkən və Mədinəndə qalıb ruhu nəzərdən, göstərdin o dəmdən, Hacı Abbas. Yazdın yeni bir türfə əsər, bənzəri yoxdur. Hər kəs deyəcək sənə əsər, Hacı Abbas. Lilpar kimi könlümdə nə var, yazdım, a qardaş. Lilpar kimi könlümdə nə var, yazdım, a qardaş. Rəsm eyləyirəm dostlar hərdən. Hacı Abbas.